Albaniya. Cənubda isə Atropatena. Hər iki dövlət Makedoniyalı İskəndər İmperiyasının süqutundan sonra yaranıb. Yəni həm Albaniya, həm Atropatena. Ancaq bizim bugün öyrəndiyimiz dövlət olacaq hansı? Atropatena. Atropatena. Bəli. Hələ biz filmimizi çəkeyim, sonra başlayalım. Və bu da düşün eradan əvvəl 321-ə. Deməli, Atropatena nə vaxt yarandı müstəqil siyasət yürütməyə başladı? Eradan əvvəl 321. Bəli. Və paytaxt şəhərimiz də olacaq Qazaka şəhəri. Hansı şəhər? Qazaka. Aha. Deməli, Selevkilər dövləti mövcuddur burada və göz dikib Atropatena torpaqlarına eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiox kim? 3-cü Antiox. Bəli, 3-cü Antiox Atropatena ərazisini qoşun yeridir və təbii ki, ələ keçirir. Bu zaman Atropatena hökmdarı Artabazandır. Kimdir? Artabazan. Bəli, Artabazan kimə məğlub olur? 3-cü Antioxa. Selevkilərə 3-cü Antioxa. Niyə? Çünki müharibəyə hazır deyildi. Aydındır? Bu zaman nə baş verəcək? Uşaqlar, Aralıq dənizi sahillərində Roma dövlətinin qüdrəti yüksəlib və Roma dövləti Selevkilər üzərinə qoşun yeridəcək eradan əvvəl 190-cı ildə. Neçənci ildə? Eradan 190. Eradan əvvəl 190. Bu döyüşün adı olacaq Magneziya döyüşü. Nə döyüşü? Magneziya. Deməli, Magneziya döyüşü nə vaxt olub? Eradan əvvəl 190-cı ildə. 190. Kimlər arasında? Roma və Selevkilər. Burada təbii ki, uşaqlar Roma qalib gələcək, Selevkilər məğlub olacaq. Və baxın, Atropatena nə vaxt Selevkilərdən asılı olmuşdur? Eradan əvvəl 223-də. Mən sizə sual versəm ki, Atropatena yenidən nə vaxt müstəqil oldu? Eradan əvvəl 190-da. Hansı döyüşdən sonra? Magneziya. Niyə? Çünki Roma kim məğlub elədi? Selevkilər. Bəli, Selevkilər. Burası aydındır? Bəli. Aysa. Yazaq çəkək sırrımızı. Atropatena, Parfiya. Deməli, burada da Roma yenə var. Atropatena və Parfiya əvvəlcə yaxınlaşır bir-birinə, müttəfiq olur, dostlaşır. Nə üçün? Çünki burada hansı təhlükə var? Roma. Bəli. Deməli, Romaya qarşı Atropatena Parfiya dostlaşır. Və bu zaman bu müttəfiqlərlə Roma arasında ilk döyüş olur. Döyüş eradan əvvəl 53-cü ildə olur. Adı Karra döyüşüdür. Karra döyüşündə müttəfiqlər qalib gəlir, Roma məğlub olur. Çox diqqətli olacaq. Baxın, Atropatena Parfiya, yenə deyirəm, dostlaşıb kimə qarşı? Roma. Müttəfiqlər Romaya nə vaxt qalib gəldilər? Eradan əvvəl 53-cü Hansı ildə. döyüşdə? Karra. Karra döyüşündə. Amma Roma buna dözərmi? Dözmür axı. Necə yəni mən məğlub ola bilmərəm? Eradan əvvəl 38-ci ildə növbəti hücumunda Roma qalib gələcək, müttəfiq ordu Məğlub olacaq. Aydındırmı? Aysa o. Deməli, Karra döyüşündə kim qalib gəldi? Parfiya. Bəs Roma nə vaxt qalib gəldi? Eradan əvvəl 38-də. Fransva şəhəri. Deməli, tarixdə Fransva döyüşü kimi tanınan, məşhurlaşan bir döyüş var. Fransva döyüşü. Öncə ilini yazaq. Eradan əvvəl 36-cı ildə. Niyə məşhurdur bu döyüş? Çünki Roma sərkərdəsi Antoni kim? Antoni. Bəli, Antoni Fransva şəhəri üzərinə qoşun çıxardır və məğlub olur. Neyinir? Məğlub olur. Kim? Antoni. Nə zaman? Eradan əvvəl 36-cı Hansı ildə. döyüşdə? Fransva. Ay sağ olun. Və Atropatena hökmdarı o zaman Artabazdır. Kimdir? Artabaz. Artabaz. Bunlara diqqət edəcək. Və Fransva döyüşündə də Atropatena ilə Parfiya müttəfiqdir. Amma Fransva döyüşündən sonra Atropatena ilə Parfiya münasibətləri korlanacaq. Niyə? Çünki Parfiya Atropatena torpaqlarına göz dikəcək. Deyəcək ki, sən gəl mənə tabi ol. Bunu görən, hiss edən Artabaz həmən Parfiyadan uzaqlaşacaq, meyl eləyəcək kimə? Romaya.
Bəli, Romaya. Hətta öz oğlu Ariobarzanı kimi Ariobarzan. göndərəcək Romaya. Ariobarzan bir neçə il Romada yaşayacaq və Roma sərkərdəsi Octavian Avqust idi. Kim idi? Octavian August. Qəşəng, bəli. Ariobarzanı orada qarşılayır, qonaq eləyir və hətta eramızdan əvvəl 20-ci ildə Octavian Avqustun köməyi ilə Ariobarzan Atropatena taxtına oturur. 20-ci ildə iki dənə hadisə var, diqqətli olacaq. Biri eradan əvvəl 20-dir, onu dedim. Ariobarzan taxta çıxdı, düzdürmü? Aynen. Biri isə bizim eran 20-ci ildir. Nihayət ki, Parfiya dediyini eləyir. Atropatenaya qoşun çıxardır və işğal edir.